Sualım var ki, mənə elə bu qonşular deyir ki, vitamin yemək olmaz, vitamin içmək olmaz, qoz yemək olmaz. İndi mən sizdən çox xahiş edirəm ki, mənim bu sualımı cavab verəsiniz, görüm, həqiqətən də bu düzdür ya yox? Yox, düz deyil. Qonşuya inanmaqdan həkimlərə inanın, təşəkkürlər. Buyurun. Əlbəttə ki, bu düz deyil. İnsan orqanizminə vitaminlər kifayət qədər lazımdır. Lakin burada xanımın və digər tamaşaçılarımızın burada qorxusu nədən ibarətdir? Belə bir fikir formalaşıbdır ki, vitaminlər qəbul elədikdə şiş hüceyrələri başlayacaqdır qidalanmağa. Məsələ ondadır ki, şiş hüceyrələri nətərdirlər? Onlar hansı orqandan yaranmağına baxmayaraq, onlar həmən onun işini görmək istəmirlər, tənbəldirlər. Onlar istəyirlər daha çox qidalansınlar və daha çox yesinlər, şişsinlər və artsınlar. Yəni, tam parazit bir həyat tərzi keçirirlər. Və əlbəttə ki, siz qidalandıqda onlar daha çox çalışacaqlar ki, bunu yesinlər. Amma bu demək deyil ki, siz onu məhv eləməlisiniz. Amma burada çox maraqlı bir məqama toxunmaq istəyirəm. Şiş xəstəliklərində depressiv hal yarandıqda o şiş xəstəliyini daha da sürətləndirir. Həzz alırlar onlar. Hə, insanın əhval-ruhiyyəsi güclü olduqda şiş xəstəlikləri məhv olur. Və birdən çox vacib məqam var. Əgər siz oruc saxlaya bilərsinizsə, aclıq saxlaya bilərsinizsə, xüsusi müalicəvi aclıq deyilən bir metodikalar var ki, o şəkildə şiş hüceyrələr məhv olacaqdır. Çünki onlar daha çox qidalanırlar. Və siz həmən ərəfədə biraz aclıq keçirsəniz, oruçluq saxlasanız, onlar daha tez məhv olacaqlar. Və ən gözəl üsullar, bir neçə milyon insanlar şiş xəstəliklərindən rahat sağalıblar. Və ən yaxşı üsullardan biri odur ki, hansısa bir qıraq yerə çəkilərək, bir 3-4 aylıq, deyək ki, meşədə, yaxud da ki, bir dağlarda, hardasa, insan tək qalır, təbii qidalarla, suyla, bulaq suyla, filanla qidalandıqda bir çox insanlar belə özünü tam sağalda bilir. Sadəcə bu hamımıza şamil ola bilmir. Bəs şəhər şəraitində, belə də ki, adi şəraitdə biz nə edə bilərik? Dediyim kimi, imalələr eləmək, xoş düşüncələr, xoş emosiyalar, komediyalara baxmaq, treniklərə qoşulmaq, rəqs eləmək, idmanla məşğul olmaq, ən azı gündə 1 saat hərəkət etmək. Hə, psixoloji gəldikdə, mən Azərbaycanda meditasiya mərkəzinin yardımçısı kimi deyirəm ki, meditasiya çox önəmlidir və meditasiyanın nə olduğunu mən dəfələrlə efirlərdə açıqlamışam, qısa olaraq deyirəm. Autotreningdir, meditasiyadır. Bizim xüsusi mərkəzimizdə hipnoterapiya qruplarımız var ki, biz hər çərşənbə saat 3-də biz bunları keçiririk əhali üçün. Bunlar ödənişsizdir. Və ən vacibi nədir? Siz düzgün şuur altınızda proqram